Salam aleyküm dostlar. 89 satılır 2012-ci il 12500'ə. Motor, korobka, difir heç bir problem olmaz. Peredok difir açılmayıb. Motor təzə yığılıb, korobkada da heç bir problem ola bilməz. Yəni biraz palçılı zaddır, yəni ona görə biraz pis görsənir. Yəni, kabinkada xal ola bilməz, yəni belə partdağısadır, yəni stoykalardır. Heç bir şey ola bilməz. Belə. O içərisini də göstərim. Baxa bilərsiniz. Yəni, blokunda, qalıqasında heç bir problem. Niyə deyirəm, peredok açılmayıb. Bu da belə. Yəni, heç indiyəcən də kraskaya girmir, yəni zavod kraskasıdır. Böyle. Misal üçün xırda-xuruş biraz xərcləri var. Misal üçün xırda-xuruş xərclərin biri. Misal üçün kristalın dəyişilməlidir. Sonra çençdə. Zavod çuxollarıdır, yəni çuxollarda hiçbir şey. Patlanması pnovka ilə. Bir zamoku vurursan, pnovkan bassa patlanır, yəni özün patlanır. Yəni lazım olsa patlamaq da olur. Yəni yenə deyirəm, bəzən tozlu zaddır, yəni sürülüb də elə də təmizlənmir. Yəni kimin maraqlı olsa, yenə deyirəm, qiymət 12500, ili də 12'dir. Yəni yenə deyirəm, bir də kojikini də göstərir. Baxın, kojik. Kojik, bax, yenə deyirəm. Dırnağın boyda bir burada var, bir də burada var. Yəni çarpı olub ki, svarka vururlar. Yəni o izində, yəni heç bir şey ola bilməz. Yəni bunu da özləri, yəni məndən qabaq atılıb. Yəni bu da başlasan üçün böyük bir şeydir. Daha da köməkçisidir ki, partlatmasın kojiki. Yəni burada dırnağın boyda çarpılıb, sürüb toçka vururlar ki, yəni partlamasın yəni. Belə. Başqa da heç bir şey. Kabinkada yeniləm, kabinkada belə xal ola bilməz. 2012'nin kabinkası, yəni başlatsana bir şey azmazdı belə. Ne deyirəm, peredokdur, difirdir, əl dəyilmir. Qabağı zadı yenilmişdi. Kimin maraqlı olsa, almaq fikri varsa, əlaqə saxlaya bilər.